Dostlar, hər kəsə salamlayıram. Bildiyiniz kimi web saytımız var və onun tətbiqi də var. Lakin bu tətbiq Play Store-a yüklənməyib. Siz bunu necə yükləyə bilərsiniz? Mən bu belə deyim application-ı paylaşıram həm WhatsApp qrupumuzda, həm də Telegram qrupumuzda. Baxın, ilk olaraq bu paylaşdığım application-a klik edəndə burada seçirsiniz bunu necə yükləmək istəyirsiniz. İndi Android-lər üçündür, onu da deyim. iPhone-larda, iOS-larda olmur. Bir dəfə klik eləyirsiniz və burada deyir ki, bunu yükləmək istəyirsiniz və vurursunuz, avtomatik olaraq yüklənməlidir. Məsələ budur ki, bu sadəcə bu tətbiq kənar mənbədən yüklənir deyə, ola bilər bəzilərinizdə bu icazə verilməsin buna. Ona görə ki, yalnız Play Store-dan yükləmələri qəbul eləyir. Yəni, narahat olmayın, hər hansısa bir virus yoxdur bu proqramda. Yenə eyni şəkildə, yəni web saytın tətbiqidir. Kimlər istəsə telefonda, belə deyim, buna da baxa bilərlər. Baxın, burada axtarış yerdə var, onu da deyim sizlər üçün belə bir rahatçılıq olub. Məsələn, bura konstitusiya yazsanız və burada axtarışa versəniz, avtomatik olaraq YouTube kanalımdan konstitusiyaya aid olan videolar gəlib çıxacaq. Web saytın özündə də daxil olanda buna baxa bilərsiniz. Baxaq bir də konstitusiya. Nədənsə telefonda bu aktiv olmadı, amma web saytımızın özündə əlbəttə ki, bu tam şəkildə rahat istifadə edə bilərsiniz. Bax belə dostlar, izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Nə suallarınız olsa yaza bilərsiniz. Sağ olun.